öskürəklə bağlı bir reseptim var. Uşaqlara, böyüklərə, hər bir kəsə yararlıdır. Uşaqlara südlə, böyüklərə su ilə, səhər-səhər ac qarına, quru stəkana, yarım çay qaşığı, kimdə qəbzlik var, bir çay qaşığı da edə bilər, adicə qida sodası. Əlavə edirsiniz qaynar su, 1/3 hissəsinə, yarısına qədər qaynar su ilə. Qarışdırırsınız, soda sönür. Sönəndən sonra 2 çay qaşığı ya 1 xörək qaşığı doşab. İstənilən doşab, üzüm, tut, keçi buynuzu da istənilən digər doşablardan qata bilərsiniz. Qarışdırdınız. Əlavə öskürək üçün, böyüklər üçün biyan kökü siropu ya bağa yarpağı siropu 1 çay qaşığı əlavə edirsiniz. Uşaqlara ən yaxşısı gül xətmi siropudur. 1 çay qaşığı gül xətmi siropu. Yəni uşaqlara bu kokteyli süd, doşab, gül xətmi siropu. Böyüklər üçün su, doşab, biyan kökü siropu. Hər səhər yeməkdən öncə bir dəfə içə bilərsiniz. Öskürəyə görə, həm qaraciyərə görə, həm bağırsağa görə hər tərəfli bir gözəl bir reseptdir. Adi insanlar da içə bilər, uzun müddətli istifadə etmək olar, illərlə içmək olar, mədə xəstəsi olanlar içmək olar, hərçəng xəstəliklərinə də istifadə etmək olar. Yəni bu təbii bədəni həm qələvləşdirən, həm qaraciyəri qoruyan, həm bağırsağı yumşaldan bir vasitədir.